Salam dəyərli izləyicilər. Bir qazın bugünkü qonağı Vəkil Əkrəm Həsənovdur. Xoş gəldiniz Əkrəm müəllim. Əkrəm müəllim, istəyirəm başlayaq ondan ki, deməli 17 il İmaniyyədən sonra bizdə Azərbaycanda rəqabət məcəlləsi qəbul olundu. 2005-ci ildə ikinci oxunuşdan keçmişdi, amma 17 il əncilildi. Amma 1 fevral 2024-dən qüvvəyə minib, 2 ilə yaxındır vaxt keçməyinə baxmayaraq, Azərbaycanda monopoli və inhisarçılıq sayəsində demək olar ki, dəyişiklik yoxdur. Yəni, həmin o böyük monopolistlər, inhisarçılar bütün sahələrdə demək olar ki, haqlı oynadırlar. Bax, bunun səbəbi nələrdir? Ümumiyyətlə, bunun o, belə deyim, təsir göstərməsi bu məcəllənin bazara. Mən hətta deyərdim ki, son 2 ildə inhisarçılıq daha da yüklənib, yəni ki, azalmaq əvəzinə. Birinci səbəb odur ki, rəqabət məcəlləsi çox gec qəbul olundu, siz də onu yer etdiniz ki, 17 il. Deməli, kimlərsə maraqlı idi ki, bu məcəllə gec qəbul olunsun. Yəni, artıq belə deyim də, bazarın xeyli hissəsi inhisarçılar tərəfindən ələ alındıqdan sonra, bundan sonra artıq kiçik və orta sahibkarların sayı azalandan sonra həmin məcəllənin effekti əlbəttə əvvəlki kimi deyil. Yəni ki, əvvəlki deyəndə ki, necə ola bilərdi? Bu bir. İkinci məsələ, bu bizim dövlət orqanlarının hamısına şamildir, qeyri-şəffaflıq. Yəni, həmin o rəqabət məcəlləsinin normaları, bəli, mən də hərdən eşidirəm, müəyyən sahibkarları gəlirlər, yoxlayırlar, siz belə, siz elə. Baxıram ki, bu yazıq heç belə də inhisarçı da deyil. Amma nə bilim, siz orada rəqabət normalarını pozmusunuz. Adam belə baxır ki, ondan da böyükləri var. Yəni ki, sözü gedən qurum ayrı seçkili edir. Bildi? Mən demirəm, ola bilər ki, kimsə qanunu pozub. Amma siz qanunu pozanların hamısını məsuliyyətə cəlb etməyəndə, belə ki, faktiki olaraq siz o məsuliyyətə cəlb etmədiklərinizin xeyrinə işləyirsiniz. O birlər də pozur. Belə deyim, hamı pozursa, deməli, o qanunu pozmayan rəqabətdə uduzacaq. Sən də deməli, bəzilərini aradan götürürsən, onlara qarşı sanksiya. Bunun da həlli yolu şəffaflıqdır. Yəni, biz də cəmiyyət olaraq rəqabət normalarının pozulmasını izləyə bilsək, ictimai nəzarət qura bilsək, biz görəcək deyək ki, aha, bəs niyə ora getmirsə? Amma biz bunu görmürük. Niyə? Çünki Azərbaycanda dövlət reyestrləri qapalıdır. Daşınmaz əmlakın dövlət reyestri qapalıdır. Kommersiya hüquqi şəxslərin reyestri qapalıdır. Yəni, halbuki sivil ölkələrdə, hətta nəinki sivil. Rusiyada belədir, də belə deyim, də bəyənmədiyimiz avtoritar ölkədir. Şəffafdır. Girsən internetə baxırsan ki, hansı şirkətin sahibi kimdir, hansı əmlak kimindir. Deməli, sən artıq o məsələni, yəni cəmiyyət olaraq biz ekspertlər, siz də mətbuat, özümüz də yoxlaya bilirik. Və həmin o quruma ki, hansı bu anti-insan normalarını tətbiq edir, deyirik, bax, get orada bax. Biz bunu görməyəndə o artıq ayrı seçkili eləyir və buna görə də rəqabət normaları, yəni sözü gedən məcəllə əks effekt veribdir. Yəni ki, buna görə də son illərdə əksinə baş verib ki, bəli, rəqabət daha da azalıb və təmərküzləşmənin rolu daha da artıb. Bir də Əkrəm müəllim, hal-hazırda ölkədə ümumiyyətlə saat hesabı əmək haqqı keçid müzakirə olunur. 2024-dən bəri hələ ki, Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi təkliflər hazırlamalıdır, verməlidir, parlamentə ləngiyir o da. Amma bu yaxında açıqlama veriblər Madiyyə Nazir ki, biz yəni təkliflər artıq bitmə mərhələsindədir və saat hesabı əmək haqqı bundan sonra tətbiq olunacaq. Sizcə, ümumiyyətlə Avropa ölkələrində bu çox illər tətbiq olunur, bu təcrübə işçilərin hüquqlarının qorunması baxımından hazırki sistemi, yəni minimum əmək haqqı sistemi daha belə effektivdir, yoxsa saat hesabı əmək haqqına keçid? Bu Keçəl Həsən, Həsən Keçəl məsələsidir. Heç bir fərqi yoxdur. Yəni, bəzi ölkələrdə əmək haqqı aylıqdır, bəzilərində saatlıqdır. Lap istəyirlərsə həftəlik də eləmək olar. Nə bilim, yarım saatlıq da, nə bilim, dəqiqəlik də eləmək olar. Onu saat dəqiqə bölürsən də, onsuz sonra alınır. Yəni, bugün də Azərbaycanda yeri gəlmişkən, heç bir maniyə yoxdur ki, kimsə kimlənsə əmək müqaviləsi bağlayanda saat hesabı göstərsin. İstəyirsən göstər də. Sən onu aylıq göstərəndə də, sən əgər bir neçə saat işləmirsənsə, sadəcə də bölürsən iş günlərinin sayına, iş günlərində bölürsən iş saatına və bir saatlığı tapa bilirsən. Yəni, burada heç bir problemi yoxdur. Bu sadəcə bəzi ölkələr belə seçib, bəziləri belə. Heç bir fərqi yoxdur.
yəni heç nə dəyişmir. Nə burada işçinin haqları bundan daha yaxşı müdafiə olunur, yaxud pis müdafiə olunur, əmək haqqı güya artır, azalmır. Hamısı eyni ilə qalır. İndi sual ola bilər ki, yaxşı, bəs bu söhbət niyə belədir? 2 ildən çoxdur mən də bunu eşidirəm. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir, deputatlar bəzidir və adi bir suala cavab vermirlər ki, niyə? Deyirlər, belə eləyəcək, amma niyə eləyəcəksin? Nə dəyişəcək bununla? Heç kəs bu suala cavab verir və mən bunu həmişə xatırlayıram. Mən Bakı Dövlət Universitetində oxuyanda, yəqin bütün ali məktəblərdə var, Həmkarlar İttifaqı deyilən bir təşkilat var, güya bunlar müdafiə edirlər də tələbələri. Həmişə gəlirlər, soruşur tələbələrdən, bir dənə deyirlər ki, təklif verin də, tədbir çəkirək. Niyə elə belə də özümüzü gözə soxaq da, bildiniz? Yəni, bu da belə bir şeydir də. Məmurlar, nəsə bir xeyirli bir fəaliyyətləri yoxdur, deputatlar deyir. Nəsə biz edirik, nəsə dəyişirik, otururlar gündə bir şey fikirləşirək. Gəlin bunu eləyək, saat hesabı, nə bilim, bunu gəlin başqa gün eləyək. Heç nə, yəni boş yerdən heç nə də dəyişməyəcək bundan. Sadəcə özlərindən bir iş tapıblar, güyansıza bir dənə qalib, o qanunu yəqin ki, yazmağa görə bir pulda alacaqlar, dinləyəcəklər, bilir, belə. Heç nə, bunun əhali üçün heç bir fərqi yoxdur. Aha. Bir də Əkrəm bəy, ölkədə qadın cinayətləri, məişət soyğunçuluğu durmadan artır. Dəfələrlə sizdən digər hüquqşünaslıqla buna bağlı açıqlamalar almışam. Həm səsdə, həm indi hazırda işlətilməkdə qurumda. Bununla bağlı Avropa Şurasının uzun illərdə, məsələn 2002-ci ildə qəbul edildiyi İstanbul Konvensiyası var. Düzdür, Türkiyə sonradan çıxsa da, amma hazırda 39 ölkə qoşulub, 5 ölkədə qoşulub, amma hələ öz qanunlarını ratifikasiya eləməyiblər o məsələ. Bizdə biz nə özümüz cəzaları artırmırıq, nə də hazırı qoşulmaq istəmirik. Amma bizdə biabırçı da cəzalar. Məsələn, ən ağır cinayətə belə 17 il cəza verilir, heç nədir də. Yəni ondan sonra elə həbsxanadan həmin o cinayətkarı buraxsalar, ondan bir dəfə yaxşıdır. Siz necə düşünürsünüz? Ümumiyyətlə bu İstanbul Konvensiyasına qoşulmalıdır yəni Azərbaycanda? Yox, qoşula bilər, amma yenə deyim də, bununla güya ki, nəsə bir şey dəyişəcək. Yəni ki, Azərbaycan o qədər konvensiyalara qoşulub, amma tətbiq olunmur. Adi bir misal 2005-ci ildən dövlət məmurlarının öz gəlirlərinin bəyan edilməsi konvensiyasına qoşulmuş. Hanı işləyir ya yox. Yəni bu da elə belə bir şeydir. Özdə belə deyim, onun yenə də effekti olardı. Yəni məmurlar öz gəlirlərini açıqlasaydı. Amma o ki qaldı bu qadın cinayətləri, burada psixoloji məsələlər, mənəvi məsələlər daha vacibdir. Yəni siz konvensiyaya qoşulmalı, onda da heç nəyi dəyişə bilməyəcəksiniz. Sərt tələbləri var. Sərt deyəndə ki, bizə heç kəs mane olmur ki, biz öz cinayət məcəlləmizi ağırlaşdıraq da ki, bəli də qadınlara qarşı. Mən deyərdim, qadını əgər məişət zorakılığı ölübsə, ömürlü cəzada bizdə ən ağır cəza, ondan ağır yoxdur. Verilsin ömürlü cəza. Amma mən hesab edirəm ki, bu da vəziyyəti dəyişməyəcək. Hətta mən belə bir bədbin proqnozla çıxış edim ki, bugün yəqin ki, bu cinayətlərin sayı artacaq, hətta qanun sərtləşsə də. Niyə? Çünki burada psixoloji və iqtisadi səbəblər var. Ölkədə iqtisadi vəziyyət pisləşir və aydındır ki, ər-arvad, ailə münasibətlərində də iqtisadi məsələlər çox vacibdir. Yəni ki, qadının gözləntisi var, kişi ailəni təmin etməlidir, təmin edə bilmir. Bu zəmində də müəyyən, yəni münaqişələrin çoxu buradan doğur, pul məsələsidir. Yəni ki, qadını təmin edə bilmir, kişi özündən çıxır və s. Orada başlayır da, yəni 1000 dənə söz-söhbət olur və bu vəziyyət pisləşdikcə təbii ki, bu cinayətlər artacaq. Psixoloji məsələ də odur ki, bugün Azərbaycanda elə bir sanki dövlətin də siyasəti kişiləri sıxışdırmağa meyillidir. Nə mənada? Tutaqım ki, boşananda övladlar niyəsə qalırlar ana ilə. Halbuki siz bayaq misal deyirsiniz, Avropada belə şey yoxdur. Hər iki valideyn uşağın qəyyumudur. Ailə bu, yəni orada yoxdur belə şey ki, uşaq mütləq verilir anaya, ataya. Bizdə də verirlər anaya bir qayda olaraq. Ana da kişi ilə görüşməyə imkan vermir. Hələ mən onu demirəm ki, aliment alır, əmlakı bölür. Bunun özü problemdir və kişiyə deyəndə ki, boşanacağım,
bir sıra cinayətlər buradan doğulur. Kişini sadəcə qısnayırlar da, bildiyiniz. Kişi də bilir ki, dövlət sabah bunu müdafiə etməyəcək. Məsələn, burada bir dövlət burada da siyasətini gərək dəyişsin. Yəni ki, elə olmamalıdır da ki, yəni kişi bilir ki, ailəsi dağılacaqsa o uşağın üzünü görməyəcək. O ondan qorxur və bu hardasa onun bir qadına qarşı aqressiyasını artırır. Bir də mən hesab edirəm ki, biz ciddi nəzarət etməliyik ki, nəzarət edib bu belə də dövlətin yəni siyasət olmalıdır. Orta məktəblərdə kişi müəllimlərin sayı azdır. Bunu heç kəs demir. Yəni oğlan uşaqları uşaq vaxtından evdə anadır, məktəbdə də qadındır. Belə deyim də bizim o Dədə Qorqudda deyir, Tural atası deyir ki, sən mənə hava özündən apardın oba. Yəni ki, kişini kişi kimi ata böyüdə bilər ancaq, ana böyüdə bilmir. Bir növ o, mən indi baxıram da bu gənclərə də, oğlanlara, bir növ bunlarda o yox deyə, o belə də o kişi zəhmi və s. Biraz da problem olan kimi ailədə aqressiyalar artır, vururlar, dağıdırlar, döyürlər, öldürürlər. Babalarımız belə deyildi, yəni onlar qadını vurmurdular. Olur deyə bəlkə də, amma az olurdu. Belə bir dənə sözü keçirdi evdə. Bilirsiniz, yəni bu yoxdur deyə oğlan uşaqları belə deyim də kişi kimi böyümürlər. Sanki onlar da qızlar və sabah onların da xətrinə kimsə dəyəndə, yəni təbii ki, indi fiziki cəhətdən kişi qadından daha güclüdür. Hə, yəni ki, bu bir növ böyüyürlər qızla oğlan bir yerdə eyni tərbiyə, eyni dəyərlər. Amma sabah konflikt yarananda oğlan birdən yadına düşür ki, gücü var bunun, bildiğiniz. Başqa argument yoxdur axı. Zor tətbiq edir. Yəni, bu da deyirəm, ondan doğru ki, orta məktəbdən başlamaq lazımdır. Yəni, oğlanı oğlan kimi böyütmək lazımdır və bəlkə də problem bundan da dərindir. Mən misal ki, onun tərəfdarıyam ki, oğlanlarla qızlar orta məktəbdə ayrıca təhsil almalıdırlar. Bunu o bəzilər deyirlər, mənəvi. Yox, mən ona bağlamıram. Elm artıq sübut edib ki, oğlanla qızların, eyni yaşda olanların inkişafı eyni sürətlə getmir. Oğlanların beyni daha gec formalaşır. Qızlar daha tez formalaşır. Bunlar eynisi, baxın da istənilən orta məktəbdə oxumuşuqamızda adətən hər birə 7-ci, 8-ci sinifə qədər qızlar oğlanlardan daha yaxşı oxuyurlar. Əksəriyyət demirəm hamısı. Bu da onunla bağlıdır. Oğlanla beyninin formalaşması gec gedir. Bunlar ama bir yerdə oturanda oğlanlar uşaq vaxtdan özlərini belə deyim də bir ayrı seçkiyə məruz qalmış kimi hissedilir ki, qızlar bizdən daha ağıllıdır güya və s. Bu da müəyyən bunlarda bu aqressiya formalaşır. Mən onun tərəfdarıyam ki, mən demirəm, yəni elə fənlər var ki, orada bir yerdə olsunlar. Nə bilim, idmandır, musiqidir, rəsmdir olsunlar bir. Amma digər fənlərdə, nə bilim, ana dilidir, riyaziyyatdır. Burada bunları ayırmaq lazımdır ki, belə deyəndə bunlar ayrı bölməlidir. Bu, yəni, ancaq Azərbaycana xas deyil, dünyada bu problemdir. Bir də Azərbaycanda ümumiyyətlə ailə quranlar arasında nikah müqaviləsi populyar deyil, amma ayrı ölkələrdə bu var, inkişaf eləmiş ölkələrdə öncədən bağlıdır. Bizdə nədənsə bu insanlar buna meyilli deyirlər də, bunu təbliğ eləmək üçün ki, hansı ki, öncədən həm də qadın tərəfinin hüquqlarını daha da möhkəmləndirir də, yəni. Vəsiyyətnamə kimi bir şeydir də, bizdə niyə əksər insanlar vəsiyyətnaməni yazmır? Birdən yazaram, ölərəm tez. Yəni, sanki bunu fikirləşir ki, vəsiyyətnamə yazsam öləcəyəm. Və mən sizə deyim, indi mən özüm məhkəmələrdə, işlərdə görürəm ki, bir sıra ailələrdə qardaş, bacı arasında konfliktlər bundan doğur ki, valideyni vaxtında bir dənə vəsiyyətnamə qoymayıb ki, bu əmlakı uşağın arasında necə bölmək lazımdır? Konfliktlər doğur. Eyni ilə burada da belədir. Yəni, nikah müqaviləsini bağlanmırlar erləndəki, yəni, biz məgər boşanacağıq? Yəni, pis tərəfi fikirləşmək var da bizə, yox, bunda da boşanmaq. Yəni, halbuki praktika göstərir ki, bu dəqiqə boşanmaların sayı artır.
Və bu tendensiyanın da qarşısını almaq olmayacaq. Özdə boşanmaların da əksər hallarda təşəbbüskarı elə qadınlar olur. Yəni 90% hallarda. Özdə bu bizim bayaq danışdığımız şeylə bağlı deyil, zor zad. Yəni 90% təşəbbüskar, orada qoy zor olsun 10%. Amma ki qalan 80% zor da yox deyil. Sadəcə qadın deyir ki, nə bileyim, mənim xoşuma gəlmirsən. Yaxud sən pul qazanmırsan və s. Nikah müqaviləsini də əslində mən deyərdim ki, qadınların xeyrindən olmayacaq. Çünki indi necədir, əgər nikah müqaviləsi yoxdursa, əmlak bölünəcək. Yarı. Bir qayda olaraq da əmlak elə kişinin əmlakı olur da, adını olur. Bəli. Yəni, əgər nikah müqaviləsi olsa, orada bir qayda olaraq yəqin yazılacaq ki, əksər hallarda belədir, mən gördüm. Ki, hərənin adına nə əmlak varsa, onundur. Yəni, bu halda tam ev əgər kişinin adına atılsa, boşananda deyəcək ki, bu mənimdir. Yəni, burada da təşəbbüsü gərək kişi irəli sürsün onda, çünki onun marağındadır. Kişi də bunu irəli sürə bilmir axı, bildir. Yəni ki, evlənən anda, belə dediyimdə, axı bir qayda olaraq belə olur ki, oğlan təşəbbüs göstərir də ki, almaq istəyirəm də səni. Mən də gəlib sənə əgər desəm ki, gəl səndən nikah müqaviləsi bağlayaq. Qız tərəfi yəqin deyir ki, necə yəni nikah müqaviləsi bağlayaq. Və mən inanırım ki, əgər qızın marağında olsa, geri gəlmişkən bir neçə misal var. Hardakı qızın adına əmlakçılar var deyə, ona görə qız deyir ki, bağlayaq. Yəni ki, qız tərəfi bunu edir, bağlatdırır. Yəni, bu baxımdan da, burada deyirəm də, psixoloji problemdir. Oğlanlar isə bağlamırlar, sadəcə yenilirlər. Evlənəndən sonra başlayanda fikirləşməyə ki, sabah birdən boşanaram. Öz adını heç nə almır, nə bilim, qardaşının adını alır, bacısının adını alır ki, boşanmağa doğru gedər birdən. Amma onun özü də başqa problem olur sonra. Sonra bir də görürsən, illər keçir. Sabah misal üçün, qardaşın adını almışdı ki, arvadına çatmasın. Sabah qardaşı da ölür, qardaşının övladları vermirlər sonra həmin o əmlakçı ki, bizimdir. Yəni, bu belə deyimdə insanlarımızın maarifləndirilməsindən asılıdır ki, hamı başa düşməlidir ki, heç də həmişə ailə münasibətləri müsbət tərəfə inkişaf etmir də, pis tərəfini də fikirləşmək lazımdır. Bir də bir çox ailələr, ümumiyyətlə, boşanma zamanı şikayətlər, mən görmüşəm ailələr səhətlərdə, məhkəmənin 3 aylıq boşanma qərar verməyinin şikayətçidir ki, ümumiyyətlə, bitmiş bir münasibətdə 3 aylıq müddəti verilməyin nə mənası var. Bəzən olur ki, qadın, məsəl üçün, ümumiyyətlə, evli olurlar da, başqa bir nəyə tanış olacaqda kişi, o istəyir ki, tez ailə qursun və burada da məhkəmə 3 aylıq vaxt verəndə boşanma ertələnir, yeni münasibət də qurulması əngəllənmiş olur, belə deyim. Bu hallarda ümumiyyətlə, sizcə bu qərar götürülməlidir? Çünki bitmiş bir münasibətdə 3 ayda yox, mən onun tərəfdarı deyiləm, gözlü. Birincisi, mən deyim ki, Azərbaycan elə boşanma məsələsində ən liberal ölkələrdən. Yəni, hətta qərb ölkələrində, Avropa ölkələrində nə 3 aya daha çox vaxt verirlər. Yox, gedin bir də fikirləşin. Və yaxud deyirlər ki, əsaslandırın. Yəni, misal üçün, İngiltərədə deyirlər ki, əsaslandırın, niyə boşanmaq istəyirsən? Bizdə heç nə, deyirsən ki, bu mənim xoşuma gəlmir, boşanmaq istəyirəm və salam. Yəni, bu müddət niyə lazımdır? Əlbəttə, elə hallar var ki, doğrudan münasibətlər artıq bitib, yəni artıq bəlkə də ya kişi, ya arvad, ya hər ikisi də artıq özləri üçün başqa bir nəfəri tapıb, amma əksər hallarda belə olmur. Mən hesab edirəm ki, artıq indiki dövrdə qutardı da bu. Buna ehtiyac yoxdur. Yəni ki, hətta ola bilər ki, gələcəkdə Azərbaycan peşəkar orduya da keçsin. İndi mən demirəm yaxında, amma çünki belə deyim də, hamının artıq o hərbi xidmətə getməsinə də bəlkə ehtiyac yoxdur. Biz əgər doğrudan da Qafqazda belə bir sülh zonası yarada bilsək, bizim belə bir böyük orduya, böyük bir hərbə ehtiyacımız da yoxdur. Çünki Qafqazda görünən o ki, biz əgər biri-birimizə qarşı hücum etməsək, heç kəs bizə qıraqdan hücum etməsə və ağıl etməmiş etsə də bir böyüyü və biz onsuz da onun qarşısında duruş gətirə bilmərik onsuz da. Yəni, bu baxımdan da mən fikirləşirəm ki, ümumiyyətlə, bu sistemi bu şəkildə saxlamağa ehtiyac da yoxdur.
Aha. Bir də Frans Press-ə görə sonuncu sualımdır. Bu dünyanın 48 ölkəsi artıq 4 günlük iş rejiminə keçib. Bu çox populyardır son illərdə. Özünüz də gəlib mediasından görmüsünüz. Amma Azərbaycanda biz indi uzun illərdir 40 saatlıq iş norması var, amma heç kiməsə deyil ki, istər dövlət, istər özəl sektor olsun, gündəlik insanlar 10-12 səhər saat 9-dan axşam saat 7-yə 8-ə kimi işlədilmələri 10-12 saat, həftəyə 60-70 saat işlədilməsi adi hal alıb. Və əmək haqqı ölkədə 500-600 manatdır və bu artmır. Ona görə də insanlar işsizlik problemindən qorxusularından səsini çıxardıb şikayət edə bilmir əmək müfəttişinə. Sahibkarlığa dəstək məqsədilə yoxlamalar dayandırılıb. Əmək müfəttiş tək edib yoxlamır ki, bu hallarda bağlı cərimələr tətbiq olunsun. Əgər işçi şikayət etməyəcəksə, bunu onsuz da dövlət orqanı bunu müəyyən edə bilməyəcək. İşçi də elə belə şikayət etməməlidir, ya sübutla etməlidir. Yəni onu məhkəmədə sübut etməlisən ki, səni bu işlədiblər. İşçilər də buna yenə də getməyəcək əksər hallarda ki, iş yerini itirmək qorxusuna bağlıdır. Buna görə də, belə deyim də, 4 günlük iş rejimi əlbəttə bu bizdə ümumiyyətlə də olmayacaq. Və bu sahədə deyirəm, yəni kimin haqqı pozulursa, mən yalnız o insanlara bunu tövsiyə edə bilərəm ki, onu belə də aklaşdırın, şəkillərin, vizyonlarla filan, konfliktə gedin. Edin də sizə heç kəs buna mane olmur. Amma yenə də mən onu başa düşürəm ki, əksəriyyət getməyəcək və bu tendensiya təəssüf ki, deyirəm, daha da güclənəcək. Çünki Azərbaycanda işsizlik daha da artacaq. Yəni bunu hamımız artıq başa düşürük. Artacaqsa, təbii ki, deməli insanlar nəinki 4 günlük, 5 il hər gün işləməyə də razı olacaqlar. Tək ki, iş yerini itirməsinlər. Yəni, bu ayrıca bir dənə dərddir. Dövlət səviyyəsində bunun həlli nədir? Əslində, belə demək, yəni formal baxımdan dövlət bunu bilir. Nə bilim, 20 ildir ki, bizdə deyirlər ki, regionların inkişafı, kənd təsərrüfatının inkişafı. Əslində, bu olsaydı, insanlar belə bir şəhərdə niyə qalırlar ki, Bakıda? Gedərdi regionda bir kənd təsərrüfatına məşğul oldu, özü özünün ağası olardı, lap hər gündə işləyər, özünə işləyir də, belə deyim də, çox işləyir, çox qazanır. Bizdə bu yoxdur, bildik, inkişaf etməyim də, regionlar inkişaf etməyim. Nə ki, regionlar inkişaf? Yəni, regionlar arası əlaqə yoxdur. Siz, nə bilim, Qubadan Gəncəyə gedə bilmirsiniz, yol yoxdur bizdə. Adı bir absurddur, sən gedə oradan qaydasan Bakıya, Bakıdan Gəncəyə gedəsən. Yəni ki, yolumuz yoxdur belə ki, regionlar bizdə inkişaf etsin. Belə bir şəraitdə hamı burada olduğu üçün və iş də az olduğu üçün bu vəziyyət geri-gedə daha da pisləşəcək. Mən dediyim kimi, inkişaf etdirməlidirlər ki, bəli, hərə öz işinə məşğul olsun, ondan sonra bəlkə olar nəsə. Çox təşəkkür edirəm müsahibəyə üçün. Sağ olun.